Bismillahirrahmanirrahim. Esselamu aleyküm və rəhmətullahi və bərəkatuhu. Həyatımız və axirətimiz üçün müqəddəs Quran-ı Kərimi anlamağı hədəflədiyimiz dərslərimiz davam edirik. İnşallah növbəti kəlməmiz qəribun. Qərib kəlməsi qurb kökü ilə zaman və yer baxımından çox yaxın deməkdir. Quranda qurbə, qurbətun, qurbətin, qurbənən, əqrəba kimi rast gəlir. Bu isim həmçinin Allah Taala'nın subut sifətlərindən biri olaraq Əl-Qərib ismidir. Yəni Allah Taala'nın qullarına yaxın olması. Təəssüf olaraq qeyd etməliyik ki, Azərbaycan dilinin şibələrində q səsi bəzən q isə q ilə əvəzlənməsi nəticəsində dilimizdə qərib sözü yad yerdə qalan yad adam kimi mənasında işlənir. Amma əslində yad adam sözü ərəbcə qərib, hətta qərb kimi işlətdiyimiz söz də ərəbcə qərb, qürbət sözü qurbət, məğrib sözü məğrib, qəzəb sözü qəzəb, qəribə sözü qərib olaraq dilimizə transformasiya olunub. Bu fonetik əvəzləmə haqqında ətraflı məlumatı olanlar şərh bölməsində yaza bilərlər. Bununla belə bəzi sözlərimizdə qərib sözünün variasiyaları olduğu şəkildə də işlətdiyimiz hallar da var. Məsələn, qəribin cəmi əqrəba, yəni qohumlar, yaxınlar deməkdir. Təqribən sözünü biz işlədirik. Qürbət, qürbətən, qurban kimi də sözlər olduğu mənalarda işlənilir. Bəqərə surəsi 186-cı ayə. Və izə səələkə ibadi ənni fə inni qəribun. Fə izə o zaman ki, o vaxt ki, səələkə sənə sual edərlər, ibadi qullarım, ənni, ən burada ön qoşma ədatıdır, haqqında deməkdir. Ənni dedikdə mənim haqqımda, fə inni elə isə mən qəribun, yaxınam. Qəlilun 157 dəfə təkrarlanır. Az bir şey, az miqdarda deməkdir. Qəlilətən, yüqəllilukum, əqəllu, qəlilən, qəlilun kimi rast gəlinir. Tövbə surəsi 38-ci ayə. Fəma mətəul həyatu dünya fil əxirəti illə qəlilun. Fəma mətəu, fəma bəs nə mətəu, həz, mal, həyat, dünya həyatının malı, həzzi, fil əxirəti, axirətdə illə yalnız qəlilun, az bir şeydir. Dünya həyatının malı isə axirət yanında yalnız az bir şeydir. Cəmiə 160 dəfə təkrarlanır. Bir şeyi toplamaq, üst-üstə yığmaq, bir yerə toplamaq, cəb etmək deməkdir. Məscid sözündə səcdə olunan yer deyilir, amma eyni zamanda məsciddəki cami deyilir. Cami olunan yer, cəm olunan yer deməkdir. Quranda cəmiən, cəmiukum, əcməun, əcməin kimi rast gəlinir. Huməzə surəsi 2-ci ayə. Əlləzi cəməə ma'ələn və əddədəhu. Əlləzi o kimsə ki, kəs ki, ma'ələn malını və əddədəhu və sayar, dönə-dönə təkrar sayar. O kimsə ki, malı yığıb dönə-dönə sayar. Qamə, dik qalxmaq, yüksəlmək, ayağa qalxmaq, dayanmaq, oturan və yaxud uzanan yer vəziyyətdən qalxmaq deməkdir. 55 dəfə təkrarlanır. Quran-ı Kərimdə yəqumu, qum, qaim, qiyam, qamət kimi rast gəlinir. Cin surəsi 19-cu ayə. Fə innəhu ləmmə qamə və əbdullahu yəd'uhu. Fə innəhu ləmmə o vaxt zaman ki, qamə qalxdığı zaman Əbdullah
Allahın əbdi, qulu yəd'uhu dua edir ona, dua etmək üçün ona qalxdığı zaman. Allahın qulu ona dua etmək üçün qalxdığı zaman. Hədə 94-cü sözdür. 161 dəfə təkrarlanır. Hidayət, doğru yol, bələdçi, təlimat mənalarında işlənir və Quran-ı Kərimdə yəhdi, ihdi ki biz sırat-əl müstəqim deyirik. İhdinə sırat-əl müstəqim, bax həmin sözdür, hidayət sözü. Hədin, məhdi, həda kimi rast gəlinir. Bəqərə surəsi 2-ci ayə. Zəlikəl kitəbu lə rəybə fih, hudən lil muttəqin. Zəlikə o kitabdır ki, lə rəybə fih və heç bir şübhə yoxdur. Hudən hidayət edər, lil üçün muttəqi, müttəqilər üçün hidayət edən, doğru yol göstərən kimi də deyə bilərik. Cəza, bu söz dilimizdə də var, lakin Quran-ı Kərimdə başqa mənalarda da işlənilir. Qarşılığı ödəmək, vermək, kompensasiya edəmək, kifayət etmək, məmun etmək kimi də bax belə tərcümə olunur. Yəczi, mücəzatu, cəzzin, cəzayətuhu kimi rast gəlinir. Taha surəsi 76-cı ayə. Və zəlikə cəzəu mən təzəkka. Və o cəzadır, mükafatdır, qarşılıqdır. Mən təzəkka, pak olanlar üçün. Bu, pak olanların bir mükafatıdır. Günah. Bu söz tərcümədə günah deməkdir. Nəzərinizə çatdıraq ki, günah sözü əslində cunah kimi bizə dilimizə keçən günah fars dilindən keçmişdir və zərər, ziyan və cinayət və ya ödəmə tələb edən əməl kimi tərcümə olunur fars dilindən və Quran-ı Kərimdə günah şəklində yox, günah kimi keçir və Bəqərə surəsi 198-ci ayəyə baxaq. Ləysə ələykum cunahun ən təbtəğu fədlan min rabbikum. Ləysə deyildir ələykum sizə günah ən təbtəğu diləməniz fədlan fəzilət min rabbikum Rəbbinizdən ruzi diləmək, fəzilət diləmək sizə günah deyildir. Və bu sözlər Quran-ı Kərimdə eyni zamanda ism, burada isim sözündən fərqlidir. Burada sə hərfidir. Ancaq isim adda olan hərf isə sin hərfidir. İsim zənbun, cəmi isə zunub deməkdir, bu da günah deməkdir. Səyyiət, günah deməkdir. Bir də cürüm kimi adlanan cərimə ki, sözü də bundandır, bir eyni kökdəndir. Quran-ı Kərimdə isə mücrim və ya cəm halında mücrimun kimi rast gəlinir. Daha yaxşı yadda qalması üçün, məsələn, biz deyə bilərik ki, cürüm işlədən mücrimdir. Əraf surəsi 40-cı ayə. Və kəzəlikə nəczi mücrimin. Və kəzəlikə və həmçinin nəczi cəza edərik, verərik mücrimin. Mücrimin günahkarlara da belə cəza verərik. Allah-u Teala bizi ismlər, zunublar, səyyiətlər, mücrimlərdən qərar verməsin. Allah Teala bizi həmin bu deyilən günahlardan amanda saxlasın. İnşallah indi isə öyrəndiklərimizi bir-bir təkrar etməyə çalışaq. Qəribun yaxın deməkdir.
Qəlilun az bir şey deməkdir. Cəmiə cəm edən, cəm olmaq. Qamə qalxmaq, ayağa durmaq. Həda hidayət, yol, bələdçi. Cəza qarşılıq, kompensasiya, ödəmək. Cunah günah, ism günah, zənbun zunubun günah günahlar, səyyiət günah və bir də sonuncu sözümüz oldu ki, mücrim günahkar deməkdir. Allah Taala inşallah bizi bu günahlardan amanda saxlasın. Növbəti dərsdə görüşəndə kimi vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.